Xoş gördük əziz dinləyicilər. Mən keçən dəfə Şah İsmayıl və tariximiz barəsində biraz danışdım və baxıram ki, müəyyən mənada rəğbət görür və müəyyən də suallar yaranır. Mən istəyirəm ki, yenə də o suallara cavab verək ki, insanlarımızın və fikrində təfəkkürü oyansın və bəlli bir səmtə gəlib çıxsın. Yəni o qaranlıq suallara cavab vermək lazımdır. Əvvəla birinci suallardan biri ondan ibarət ki, şah qırığı nedir? Bəzi qardaşlarımız da yazdılar ki, Şamaxını qırıb, oranı qırıb. Mən sizə sual verirəm. Hansı insan qırğın törətməyib? Hansı dövlət qırğın törətməyib? Qaraqoyunlar etməyibmi? Ağqoyunlar etməyib? Monqollar etməyibmi? Sultan Səlim etməyib ki, Avropada və yaxud da ki, Avropa ölkələri bunu etməyibmi? İngilislər etməyibmi? Fransızlar etməyibmi? Qədim dünya tarixi üçün, orta feodalizm dövrü üçün, ümumiyyətlə 20-ci əsrdən aşağıya baxdıqda, hətta 20-ci əsrdə biz dünya müharibələri ilə, qırğınlarla şahid oluruq. Napolyon Bonapartın 1 milyon insan öldürməklə Antikrist adı aldığı ilə biz bilirik bu günlərdə. Amma bu gün şahı onda qınamaq ki, sən adam öldürmüsən, filan yeri qırmısan, bəhmən yılı qırmısan, inanın mənə o dövrdəki insanlar və şahlar, rəhbərlər üçün belə bir mövzu olmuyor. Bu o qədər mənasız mövzudur ki, hətta mən bu belə suallara cavab da vermirəm, çünki gülməlidir tarix üçün. O tarix bilgisizlikdən irəli gəlir. İkinci bir məsələ, dostlar, həmişə bu sualı qoyurlar ortaya ki, farsla türkü qoyurlar qırağa ki, hər şey farsdır, hər şey farsa aiddir, fars dili belədir, bizim şairlərimiz belə farsça yazıb, digərləri farsça, fars dilinin möhkəmliyi, fars dilinin qədimliyi. Burada biraz erməni xasiyyəti, erməni xisləti var. Baxın, gəlin mən sizə bir söz deyim. Bu regionumuz ümumiyyətlə belə anlamaq lazımdır. Necə ki, Avropada bir Fransa ədəbi dili vardı, bir Roma dili vardı, bir İngilis gücü vardı. Bizdə də eynən belədir. Şərq, yəni bizim bölgəmiz Fars, Türk və Ərəbin möhtəşəm gücündən ibarətdir. Bunların heç birini danmaq olmaz. İndi gəlirəm o məsələyə ki, məsələn, gəlin belə bir söz deyim. Bu günləri Ərəbin bu bölgələrə gəlməsi, Ərəbin bir hegemon dilə çevrilməsinin bir dənə yolu vardı. Yol ondan ibarətdir ki, Ərəb dövləti yarandı, Muhammed Əleyhisselamdan sonra Ərəb dövləti yarandı və gəldi Mesopotamiya, Assuriya, bu qədim torpaqlara da Ərəb dövləti, Ərəb dili yayıldı. Ərəb dilinin yayılmasında Ərəb dövlətinin müstəsna rolu vardı. Çünki güc vardı və elmi dil kimi də gəldi bizim bölgəmizə. İkinci, fars dilinin qəti surətdə arxasında duran bir dövlət olmayıb. Fars dilinin gücü olmayıb. Fars dilinin sadəcə ədəbi gücü var və fars dilinin inkişaf etməsi üçün, fars dilinin ortada qalması üçün ən güclü arqument yenə də türklərdir. Türklər olmasaydılar fars dili ayaq üstə durmazdı. Dediyim kimi, Ərəb dilini bu əraziyə gətirən, onun arxasında olan güc dövlət, türklərin də öz dövləti var, türklərin də bura gəlməsinin başlıca səbəbi gücləri, qüvvətləri və yaratdığı dövlətlər. Amma fars dilinin yaşamasınınsa ən böyük səbəbkarı yenə də türklərdir. Çünki fars dili öz dilini dövlət gücü ilə ortaya qoya bilmədi. Əksinə, türklərin farslara xidməti nəticəsində, türklərin fars dilini qabağa verməsi nəticəsində, ondan daha doğrusu istifadə etməsi nəticəsində şairlərinin də, hökmdarlarının da, əmirlərin də fars dilində müəyyən bir bürokratiya yaratdığına görə fars dili yaşadı. Əksinə, bu günləri farslar türklərə minnətdar olmalıdırlar ki, onların dilini yaşadıb. İkinci bir məsələ, bəzi insanlar var bildirirlər ki, fars dili qədim dildir, Firdosinin dili filan bəsməkan. Baxın, gəlin bir məsələyə baxın. Firdosinin yazdığı Şahnamə əsəri. Şahnamə mistik fars ədəbiyyatının çox gözəl nümunəsidir. 60 min beytdən ibarət bir əsərdir və orada mistik fars dövlətindən danışılır 7-ci əsrə qədər. Baxın, Şahnaməni, Firdosini fars milliyyətçiliyin atası sayanlar, fars milliyyətçiliyini vuran əli sayanlar və bütün tarixi əslinə qalsa Şahnaməyə istinad edən götürənlər, bəs niyə unudurlar ki, Şahnamənin ən gözəl nümunələrindən biri də Turana aid olan ifadələrdir. Məhz Şahnamədə İran-Turan müharibəsindən gedir. Turan terminologiyası da ümumi türklərə verilən, əslində farsların verdiyi bir addır. Biz də bundan istifadə edirik. Çünki ümumi verilən bir addır. Burada heç bir qəbahət yoxdur. Bəs necə olur sən Firdosini fars dünyasının, fars ədəbiyyatının böyüyü saydığın halda deyirsən türkün tarixi yoxdur. Axı Firdosi Şahnamədə həm də türk dünyasının olduğunu qeyd edib. İran-Turan müharibələrindən danışıb və mistik öz qəhrəmanlarından danışıb.
Və orada Rüstəmin də adı gedir və onu da bir frazaya çıxaraq deyim ki, bu günləri farsların məhz Ömər bin Xəttaba nifrət etməsinin səbəbi də məhz Şahnamədə yaradılan o Rüstəmi Zal necə deyərlər, qəhrəmanıdır. Onu da məhz Qadisiyyə döyüşündə Ömər bin Xəttab, yəni ikinci xəlifə Ömər bin Xəttab tərəfindən öldürülüb. Əslində qalsa farslar öz bugünkü öz dahilərini, öz qəhrəmanlarını imama çevirməyi xoşlayırlar. Ona görə əslində qalsa Ömərə də nifrət bunun üzərindəndir. Baxın, gördünüzmü? Yəni bu bölgədə farslar da, ərəblər də, Azərbaycanlılar da, böyük türklər, yəni türkmanlar da bu ərazinin vuran əlləridir və yeganə qüvvətlərdir. İkinci bir məsələ, Şah İsmayılı qınayırlar ki, o Farsa xidmət edib. Necə Farsa xidmət edib? Bu günləri Şah İsmayılın yaratdığı o məktubda Bahariyyə, təkcə Bahariyyə poeması, təkcə Bahariyyə şeiriyyatı, elə bilirsən bu günləri Təbrizdə olan bir gözəl xanımdır, qızdır, o şirin ləhcəsi ilə bir şeir deyir. Sən necə bunu görməzdən gəlirsən? Bu necə Farsa xidmət etməkdir? Baxın, o dövrlərdə bütün şairlər, böyük şairlər bilirsin, savadlı insanlar az idi və böyük şairlər də böyük şahlardan dəvət alırdılar, onlar üçün əsərlər yazır. İstər Nizaminin əsərlərinə baxın, Füzulinin əsərlərinə baxın, digərləri kiməsə ithaf edirdilər. Baxın, görün, Şah İsmayıla o dövrdə ən dahi şair deməli Məhəmməd Füzuli, hansı ki şərqin günəşi sayırdı, onu ingilis şərqşünası Gibb. O öz əsəri Bangübadəni hansı dildə yazır? Şah İsmayılın dilində, türkman dilində yazır və ona göndərir. Əgər Şah İsmayıl bir farsçı insan olsaydı, onu fars dilində yazardı. İndi mən sizə bir müqayisə verəcəm, siz üçün maraqlı gələr. Fars dilində yazardı. Demək ki, o günkü Şah İsmayıl Xətai gücü, ortaya qoyduğu qüvvət və onun fokusu türk üzərində olub ki, böyük Məhəmməd Füzuli öz Bəngübadə əsərini Şah İsmayıla yazıb. Özdə hansı qələbədən sonra? 1510-cu qələbədən sonra Şeybani xanı Özbəyin başının kəsilməsindən sonra Can və Tirgəş adlı əsər yazır. Çünki onun başını qızılbaşa bürüyüb Sultan Bayəzidə göndərmişdi. Bax, buna ithafəndir. Görürsən, türk dilində yazır. Və yaxud da ki, Sultan Süleyman Qanuniyə də Leyl və Məcnun adlı böyük bir dahi əsərini yazır. Baxın, ikinci bir müqayisəni edirəm. Məhz Şahnaməni yazan Firdovsi onu Mahmud Qəznəliyə, Məmlük sultanı, Məmlüklərin xanədanına yazmışdı. Və yazdığına görə Mahmud Qəznəli onu bəyənmədi. Bilirsiniz niyə bəyənməmişdi əsəri? Ona görə bəyənməmişdi. Bəyənməmə səbəblərindən biri də ondan ibarət. O farsça yazılmışdı və öz əsərində farslar daha çox qabağa verilirdi. Türklər isə müəyyən mənada geridə qoyulurdu. Və farsça, nəfis fars dilində yazmışdı Şahnaməni. Ona görə Mahmud Qəznəli ona söz verdiyi pulu ona ödəmir. Çünki əsərdən xoşu gəlmir. Görürsünüz, Mahmud Qəznəli bir türk rəhbərinə fars dilində yazdığına görə müəyyən siyasi səhv etmişdi Firdovsi burada. Amma Məhəmməd Füzuli isə tamamilə siyasəti doğru tuturdu və Şah İsmayıla Bəngübadə əsərini Azərbaycan türkman dilində yazırdı. Bax, görürsünüz, bunlar elə özü onu göstərir ki, Şah İsmayıl Xətai doğrudan da təpədən dırnağa qədər türkman eli üçün, türkman xalqı üçün və Azərbaycan xalqı üçün çalışır, vuruşub və onu heç vaxt farslığın inkişafında günahkar hesab edənlər yersiz və mənasız heç bir tarixə istinad etmədən bunu etmiş olurlar ki, bu da bir mənasız məsələdir. Çünki mən bunu artıq dəlilləri ilə ortaya qoydum və baxın, görün o dövrdəki şairlər də, böyük şəxsiyyətlər də məhz Şah İsmayılını türk dilində öyməyin yolunu tutulur. Niyə? Çünki Şah İsmayıl özü türk dilində yazırdı, onun Dəhnaməsi və əlbəttə ki, Bahariyyəsi çox gözəl türk dilində olan nümunədir. Təşəkkür edirəm diqqətinizə görə.